Salam əziz dostlar, təkəbbürün müalicəsinin üçüncü yolu budur ki, insan özündən daha kasıb, daha zəif və daha ehtiyaclı insanlarla ünsiyyət qursun. Onlarla oturub dursun. Öz vəzifəsi yuxarıdır məsələn, amma zəif insanlarla oturub dursun, kasıb insanlarla oturub dursun. Təkəbbürlü insanlar çox vaxt öz səviyyəsində olan insanlarla oturub durur. İnsanlarla yeyib içir, məsələn. Otursun bir kasıb adamlarla. Məsələn, Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm qullarla, nökərlərlə oturub çörək yeyirdi. Məsələn, bu təkəbbürü qırır. Alimlər tövsiyə edirlər ki, insan ehtiyac sahiblərinə, əgər insanda təkəbbür hissi varsa, ehtiyac sahiblərinə yardım eləsin. Onların halı ilə maraqlansın, onların halını soruşsun. Əgər mümkündürsə, öz əli ilə gətirsin, çatdırsın o ehtiyac sahiblərinə o verəcəyi şeyi. Bu, onun içində olan lovğalığı, bu hərəkət onun təkəbbürünü aradan aparacaq və insanın qəlbini yumşaldacaq. Allah bizi təkəbbür sifətindən uzaq eləsin. Sağ olun.